Ölkə prezidentinin noyabrın 10-da doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında imzaladığı sərəncamını bütün tələbələr kimi Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri də böyük sevinc hissi ilə qarşıladılar. Bu münasibətlə təhsil müəssisəsində təşkil edilən tədbirdə Humanitar Kollecin direktoru Ruslan Həmidov tələbələr qarşısında çıxış edərək ölkə prezidentinin müvafiq sərəncamının ödənişli təhsil alan tələbələr üçün müsbət addım olduğunu bildirdi. Kollec rəhbəri qeyd etdi ki, dövlət başçısı İlham Əliyevin ölkə vətəndaşlarının, xüsusilə də Azərbaycanın gələcəyi, intellektual kapitalı olan gənclərin, tələbələrin sosial durumunun, maddi rifah halının yaxşılaşdırılması istiqamətində addımları saya hesaba gəlməzdir. Növbəti belə bir addım dünən atıldı. Daha sonra çıxış edən müəllim və tələbələr də öz növbəsində onlara göstərdiyi diqqət və qayğıya görə ölkə prezidentinə minnətdarlıq etdilər. Cənab Prezidentin verdiyi bu sərəncam bizim kollec kollektivi tərəfindən də böyük rəğbətlə qarşılandı. Bizim hər birimizin böyük sevincinə səbəb oldu. Çünki bizim kollecimizdə 800-dən yuxarı tələbə təhsil alır. Onlardan 400-ə yaxını ödənişli əsaslarla təhsil alır. Sərəncam tələbələrə sağlam rəqabət mühiti formalaşdıracaq. Bir ödənişli tələbə olaraq təqaüd almam çox sevindirici bir durumdur. Ölkə başçısına təşəkkür edirəm və təbii ki də aldığım bu təqaüdü təhsilimi ödəyəcəm. 3-cü kurs tələbəsiyəm və mən ödənişli idim və bu sərəncamdan sonra mən də artıq təqaüd alacağam və bunu çox sevindirici haldır. Prezidentimizin bu sərəncamı məni çox sevindirdi. Ödənişli tələbə idim. Artıq sərəncamdan sonra təqaüd alan tələbələr sırasında olacağam. Bunun üçün də çox sevinirəm. Tədbir ölkə başçısının sərəncamından irəli gələn məsələlərin müzakirəsi ilə davam etdirildi. Eyüp Məmmədov, Şahin Mirzəyev, Lənkəran.